Ha, getdi yazı dostlar. Sizlərə öz həyətimin, öz əllərimlə əkdiyim soğanlarımı və göy-göyərtini göstərəcəm. Hələ ki soğanlar yetişib, amma digərləri hələ də məhsul verməyib. İndi bizi bağışlayın, əlimizdən gələn budur. İndi baxın, çalışacağım bu təbii yetişmiş olan soğanları buradan toplayam və səbirlə gözləyəcəyik. Nə zaman bizim acı biberimiz, pomidorumuz, reyhanımız və xiyarımız nə zaman yetişəcək. İnşallah başlayaq bunları yavaş-yavaş kəsməyə. Biraz çətin olacaq çünki əlimdə telefon. Yəni ki bunları kəsmək bir o qədər də asan deyil, amma bacardığım qədər kəsdim. Maşallah. Təbiidir, yəni dərmansız təbii məhsuldur. İnşallah bunu da kəsək. Çok güzel. Bu da kəsildi. Kestik bu birisini de kesirik. İnşallah bunları kestikten sonra bunlar yeniden yetişəcəklər. Baxın belə bir kəsirəm. Maşallah olsun deyək. Burada bir qarışqa da gəzir. Uzaqlaşdıraq, bizi incitməsin. Maşallah. Bunu da kəsdik. Yəni xeyli demək olar ki yetişibdir. Görün nə gözəldir. Yəni bunlar demək olar ki təbiidir. Heç bir dərman, yəni heç bir gübrə verilməyib. Bunu da təmizləyək. İnşallah hamısını belə bir-bir kəsirəm və bunlar yenidən öz yerlərindən bitəcək Allahın izni ilə. Belə bir formada bunu da kəsək. Yazıqdır. Almasın. Yəni bizlər bunları inşallah bugün nahar yeməyində istifadə edərik. Qaldı 2 dənəsi. Bunu da kəsirik. Bu da qoyduq bura. Bunu da kəsək. Maşallah. Bitirdik. Demək olar ki hamısını kəsib bitirdik. İnşallah pomidorlarımız da acı biber, reyhan ve orada gördüğünüz xiyar da, onlar da inşallah yaxın günlərdə bitəcək. Bunlar da bizim ağaclarımızdır. Nar ağacı. Demək olar ki bütün ağaclar burada var. Nar, alma, armud, gilas, şaftalı, innab ağacıdır. Üzümlərimiz var. Qızıl Əhməd alması, cürbəcür meyvələr var burada. İnşallah hamısı artıq demək olar ki göstərə də bilərəm. Şəftəlimiz artıq bar verməkdədir. Baxın, görə bilərsiniz əzizlər. Göstərə bilirəm. Baxın, bu şəftəlidir. Bu armuddur. Üzərində artıq baxın, üzərində də var armudlar. Narlarımız da yetişib. Bunlar da üzüm. Bu da innab ağacımızdır. İnşallah ki yaxın günlərdə bitəcək. Hələlik bu qədər bugünkü çəkilişimizdə. Sizlərə maraqlı olsun deyə öz əkdiyim soğanları göstərdim. Nuşu can.